Müqəddəs yerlərə gedirsənmi? Yox. Bəs danışmaq istəyəndə necə danışırsan? Hər yer onun deyil. İnsanların əli ilə tikilən binalara mən Allahın evinin adını qoyum ki. Hər yer onsuz da onundur da. Bir ağacın altında da mən oturub ona dua edə bilərəm. Şərtdirmi mən harasa gedim? Əslində bu Allaha ibadət deyil. Bütə sitayiş edirlər, özləri də bilmədən. Çünki nə vaxt ki Allaha özündən fərqli bir varlıq olaraq hiss eləsən, sən artıq ona insan şəkli, insan sifəti vermiş olursan. Qəzəbləndirir, ödülləndirir, mükafatlandırır, bağışlayır, əfv eləyir. Yox, bunu bağışlamır. İmtahan dünyasıdır. Niyə? Onsuz da bir şey mən etməyə hazırlaşıramsa bir günahı, onun aləmində artıq mən onu etmişəm və ya etməmişəm. Çünki o zamansızdır, məkansızdır. Onun nəyinə lazımdır mən sınamaq? Öncədən bilmirmi? Günah sənə görə nədir? Günah mənə görə nito hərəkət. Nito hərəkət nədir? Nito hərəkət birbaşa mənim özümə ziyandır ona görə. Yoxsa mənim günahımın, savabımın da ona heç bir adiyyatı yoxdur. Birbaşa özümə qayıdır. Hər şey enerjidən ibarətdir. Biz, bədən insan gördüyü bir xəyalətdir. Amma əslində biz enerjidən ibarətik. Və düşüncələrimiz, etdiyimiz hərəkət, yaxşı, pis, günah, savab, düşüncə, danışıq, söz, hər şey enerjidən ibarətdir. Nə etdinsə özünə qayıdır. Ona görə deyir, eləmə və yaxud elə. Yoxsa onun özünə istisarlığı yox.